Sizi sağlamlıq rubrikamızda salamlayırıq. Yaxşı əhval-ruhiyyə sağlam bədəndən başlayır. Mən Sona sizə kömək edəcək faydalı məsləhətləri bölüşəcəyəm. Amma mən Allahın evində yaşıl zeytun ağacına bənzərəm. Daima əbədilik Allahın məhəbbətinə güvənirəm. Salam dəyərli dinləyicilər. Bugün sizi tarixi qədimlərə gedən, həm qidalanmada, həm də mədəniyyətdə mühüm yer tutan bir nemətlə tanış edəcəyəm. Mövzumuz zeytun haqqındadır. Zeytun təkcə bir qida deyil. O minilliklər boyunca bərəkət, bolluq və sülh simvolu olub. Dünyanın ən uzun ömürlü ağaclarından biri olan zeytun 3000 ilədək yaşaya bilir. Maraqlıdır ki, ən qədim zeytun ağacları hələ də Aralıq dənizi sahilində bitir və meyvə verir. Bəs bu möcüzəvi meyvə bizim sağlamlığımıza necə təsir edir? Gəlin birlikdə araşdıraq. Zeytunun birinci müsbət xüsusiyyəti ondan ibarətdir ki, o güclü antioksidant mənbəyidir. Zeytun və zeytun yağı E vitamini, polifenollar və oleokantal kimi güclü antioksidantlarla zəngindir. Bu maddələr orqanizmdə iltihabı azaldır və xərçəng riskini azaldır. İkinci, o ürək sağlamlığını qoruyur. Tərkibindəki tək doymamış yağ turşuları sayəsində zeytun pis xolesterolu azaldır, yaxşı xolesterolu artırır və ürək-damar xəstəliklərinin qarşısını alır. Üçüncü, o həzm sistemini dəstəkləyir. Zeytunun tərkibində olan təbii yağlar və liflər bağırsaq mikroflorasını tənzimləyir, həzmi yaxşılaşdırır və mədə problemlərinin qarşısını alır. 4. O, dəri və saç üçün çox faydalıdır. Zeytun yağı dərini nəmləndirir, qocalmanı gecikdirir və saçları gücləndirir. Dərinizin parlaq və sağlam qalmasını istəyirsinizsə, rasionunuza zeytun daxil edin. 5. O, beyin sağlamlığını qoruyur. Araşdırmalara görə zeytun və onun yağı Alzheimer və digər nevroloji xəstəliklərin riskini azaldır. Beyin funksiyalarını gücləndirərək yadda saxlama qabiliyyətini artırır. 6. Bu arıqlamağa kömək edir. Zeytun yağında olan sağlam yağlar metabolizmi sürətləndirir, toxluq hissini artırır və sağlam çəki idarəsini dəstəkləyir. Bununla yanaşı onun bəzi mənfi xüsusiyyətləri də var, gəlin onlara nəzər salaq. 1. Onun duz miqdarı yüksək ola bilər. Konservləşdirilmiş və turşuya qoyulmuş zeytunlar çox vaxt duzlu olur. Bu da qan təzyiqini artıraraq böyrəklərə mənfi təsir göstərə bilər. 2. Onun kalorisi yüksəkdir. Zeytun yağında və qara zeytunda çoxlu kalori var. Həddindən artıq qəbul etdikdə arıqlamaq əvəzinə çəki artımına səbəb ola bilər. 3. Allergik reaksiyalar yarada bilər. Bəzi insanlarda zeytun allergik reaksiyalar, o cümlədən dəri qızartısı, qaşınma və həzm problemləri yarada bilər. 4. Həddindən artıq istehlak bağırsaq problemlərinə səbəb ola bilər. Zeytun və onun yağı həddindən artıq qəbul edildikdə islah və qarın ağrısına səbəb ola bilər. Və sonuncu da bəzi dərmanlarla qarşılıqlı təsir göstərə bilər. Xüsusilə qan durğulaşdırıcı dərmanlar istifadə edənlər üçün zeytun yağı həkim məsləhəti olmadan çox istifadə edilməməlidir. Zeytun sağlamlıq baxımından əvəz olunmaz bir qidadır. Amma hər şeydə olduğu kimi onu da balanslı və düzgün şəkildə istehlak etmək vacibdir. Hər gün keyfiyyətli zeytun yağı və təbii zeytun yemək ürək sağlamlığını qoruyur, immuniteti gücləndirir və uzun ömür sürməyə kömək eləyir. Bəs siz zeytunu necə sevirsiniz? Qara, yaşıl, yoxsa zeytun yağı şəklində? Şərhlərdə fikirlərinizi bizimlə bölüşün. Sağlamlıq və qidalanma haqqında daha çox məlumat üçün bizi izləməyi unutmayın.
Sağ olun və hər zaman sağlam qalın.